Salam, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz relyefin təsviridir. Biz bugün sizinlə relyefin horizontlarla təsviri, onlara aid məsələ həllərinin izahına baxacağıq. Və biz relyef dedikdə bilirik ki, dağlar, düzənliklər, təpəliklər, çökəkliklər, yəni bir sözlə yer səthində olan bütün nahamarlıqlar relyef adlanır. Biz relyefin horizontlarla təsvirindən öncə ilk öncə nisbi və mütləq hündürlük anlayışıyla tanış olaq. Yadda saxlayaq ki, coğrafi obyektlərin həm mütləq hündürlüyü, həm də nisbi hündürlüyü ola bilər. Mütləq hündürlük dəniz səviyyəsindən hesablanan hündürlükdür. Gəlin belə deyək. Məsələn, Azərbaycanda ən hündür zirvə Bazar düzüdür. Hündürlüyü 4466 metrdir. Bu onun mütləq hündürlüyüdür. Yəni bu o deməkdir ki, Bazar düzü biz bilirik ki, Azərbaycanda hündürlük Baltik dənizindən hesablanır. Baltik dənizindən nəzərən 4466 metr hündürlükdə yerləşir. Yəni dəniz səviyyəsi 0 metrdir və Bazar düzü ondan 4466 metr yüksəklikdə yerləşir. Bu oldu mütləq hündürlük. Yəni yadda saxlayırıq ki, dəniz səviyyəsindən hesablanan hündürlük mütləq hündürlükdür. Amma iki məntəqənin, iki nöqtənin bir-birinə nəzərən şaquli şəkildə hündürlük fərqi nisbi hündürlüyüdür. Bir daha qeyd edək, mütləq hündürlük dəniz səviyyəsindən hesablanan hündürlükdür. Nisbi hündürlük isə iki nöqtə arasında qalan, belə deyək, şaquli şəkildə hündürlüyü fərq edir. Bu anlayışlardan tanış olduqdan sonra biz sizinlə relyefi təsvir etmək üçün biz bilirik ki, horizontlardan istifadə olunur. Gəlin bura diqqət yetirək. Baxın, bu dağ və yaxud da təpəlik deyə bilərik, təpə. Bu isə gördüyünüz çökəkliyin təsviridir. Bu açıq şəkildə təsvir olunmuş təpənin formasıdır. Bu isə qapalı horizontlarla təsvir olunmuş formadır. Yadda saxlayaq ki, horizontal nədir? Baxın, bu gördüyümüz qapalı əyri xətlər horizontlardır. Horizontlara belə tərif verilir ki, eyni hündürlüyə malik olan nöqtələri birləşdirən qapalı əyri xətlərə horizontlar deyilir. Horizontları həmçinin biz izohipslərdə deyə bilərik. Horizontlara çəkilmiş perpendikulyar xətlər isə berkştrixlərdir. Yadda saxlayaq ki, bu berkştrixlər axın sularının istiqamətini göstərir. Yəni, əgər bu berkştrixlər çölə doğru çəkilmişdirsə, bu o deməkdir ki, dağlıq ərazidir. Yəni, sular necə ki, dağın zirvəsinin ətəyinə doğru hərəkət edir. Burada da axın suların istiqaməti, belə deyək, zirvədən ətəyə doğru olduğu üçün berkştrixlər çölə doğru çəkiləcəkdir. Çökəklikləri təsvir etmək üçün yenə də gördüyümüz kimi horizontlardan istifadə olunur və burada da berkştrixlər var və berkştrixlər əgər içə doğru çəkilmişdirsə, bu artıq biz biləcəyik ki, bu çökəklikdir. Yəni, çökəklikdə su daxilə doğru axdığı üçün berkştrixlər axın suların istiqamətini bildirir və biz bununla ərazinin verilmiş horizontalın, verilmiş relyef vahidinin çökəklik yoxsa təpəlik olduğunu müəyyən edə bilərik. Bir daha qeyd edək, əgər berkştrixlər çölə doğru çəkilmişdirsə, bu zaman həmin ərazi təpəli, içəri doğru çəkilmişdirsə isə çökəklik olduğunu göstərir. Baxın, dağlarda və yaxud da təpələrdə bu mərkəzi hissədə yazılmış nöqtə qoyulub və 173,5 yazılıb. Bu dağın mütləq hündürlüyüdür. Bax, yazılıb bura, mütləq hündürlüyü. Mütləq. Dağın nisbi hündürlüyünü tapmaq üçün isə ən hündür nöqtədən ən alçaq nöqtəni çıxa bilərik və tapa bilərik. Ən hündür nöqtə nə qədərdir burada? 173,5 və bundan 140-ı taparaq dağın nisbi hündürlüyünün 33,5 metr olduğunu müəyyən edə bilərik. Bir daha qeyd edək, dağın mütləq hündürlüyü mərkəzi hissədə ən hündür hissə mərkəzdə nöqtə qoyularaq qeyd olunur. Nisbi hündürlüyü tapmaq üçün isə ən hündür nöqtədən ən alçaq nöqtəni çıxmaq lazımdır. Biz çökəkliyə də baxsaq, çökəkliyin ən dərin nöqtəsi gördüyümüz kimi yenə də mərkəzdə verilir və çökəklikdə kənara doğru diqqət yetirsək, horizontların hündürlüyü artır. Məsələn, dağda əgər 160, sonra 140-a düşürdüsə, burada isə gördüyümüz kimi hündürlük, yəni horizontların hündürlüyü artır. Və çökəkliyin dərinliyi tapmaq üçün isə ən yüksək yenə nöqtədən ən alçaq nöqtənin hündürlüyünü çıxmaq lazımdır. Və bu da 19,5 metr olduğunu görə bilərik.
Daxildə yerləşən ilk horizontala biz deyəcəyik daxili horizontal. Daxili horizontal. Ən sonuncu horizontal isə deyəcəyik xarici horizontal. Horizontlarda hansı yamacın daha meyilli olduğunu bilmək üçün deməli nəyə diqqət yetirməliyik? Hansı ki hissədə horizontal bir-birinə daha sıx çəkilmişdirsə, demək ki dik yamac da odur. Məsələn biz bu horizontala formasına, bu relyef formasına diqqət yetirsək, görərik ki burada horizontal qərb hissələrdə daha sıx çəkilib. Ona görə biz deyəcəyik ki bu təpənin, bu dağın ən meyilli hissəsi haradır? Qərb hissəsidir. Amma şərq hissəsinə diqqət yetirsək, horizontlar bir-birindən çox aralı çəkilib. Yəni bu onu göstərir ki, sol tərəf, yəni daha doğrusu şərq hissə az meyillidir. Demək necə oldu? Bir daha təkrar edək. Əgər horizontlar bir-birinə yaxın çəkilmişdirsə, bu deməkdir ki, bu relyef vahidində ən sıx, belə deyək, yəni ən meyilli hissə həmin ərazidir. Hansı hissədə isə horizontlar bir-birindən aralı çəkilmişdirsə, deməli həmin yamacdan meyillilik azdır. İndi gəlin biz sizinlə kəsmə yüksəkliyi anlayışı ilə tanış olaq. Kəsmə yüksəkliyi nədir? Kəsmə yüksəkliyinə belə tərif verilir ki, iki qonşu horizontal arasında qalan hündürlük fərqinə kəsmə yüksəkliyi deyilir. Məsələn, burada bir-birinə qonşu horizontal hansılardır? Məsələn, A ilə B bir-birinə qonşudur. B ilə A həmçinin B ilə C bir-birinə qonşudur. C ilə B həmçinin C ilə D bir-birinə qonşudur. Həmçinin Y ilə D bir-birinə qonşu olan horizontlardır. Deməli, iki qonşu horizontal arasında qalan hündürlük fərqinə kəsmə yüksəkliyi deyilir. Məsələn, burada biz gördüyümüz kimi A horizontalının hündürlüyü 500 metr, B horizontalının hündürlüyü isə 400 metr kimi göstərilmişdir. Bəs biz buradan kəsmə yüksəkliyini necə tapacağıq? Qonşu horizontal A ilə B bir-birinə qonşu olduğu üçün 500-dən 400-ü çıxaraq müəyyən elə bilərik ki, kəsmə yüksəkliyi 100 metr təşkil edir. Bəs bizə iki qonşu horizontal verilməsə, yəni bir-birindən kənardan yerləşən horizontların hündürlüyü verilsə, o zaman biz kəsmə yüksəkliyini necə müəyyən edəcəyik, ona baxaq. Deyək ki, bizə ancaq A horizontalının və Y horizontalının hündürlüyü verilib. Bunlar bir-birinə qonşu olmadığı üçün, yəni biz bunları bir-birindən çıxaraq kəsmə yüksəkliyini tapa bilmərik. Bəs bu zaman nə edəcəyik? Bu zaman yadda saxlayaq ki, yenə də verilmiş horizontların hündürlüyünün bir-birindən çıxıb aralıqların sayına bölmək lazımdır. Məsələn, yəni A-nın hündürlüyü neçə metrdir? 500 metr. Y-nin hündürlüyü neçə metrdir? 100 metr. Düzdürmü? İndi biz burada A minus E və bölünsün aralıqların sayı. Neçə dənə aralıq var? 1, 2, 3, 4. Gördünüz, 4 dənə aralıq, 4 dənə boşluq var burada. Deməli, bölünsün 4-ə. Ona görə də biz 500-dən yenə 100-ü çıxıb 4-ə bölməklə də tapa bilərik ki, deməli, kəsmə yüksəkliyi sən demək 100 metrmiş. İndi həqiqətən yoxlayaq görək, düzmü olur? Demək, A 500-dür, B 400, C 300, D 200, Y isə 100. Və yoxladıq ki, həqiqətən deməli, kəsmə yüksəkliyi 100 metrmiş. Bir daha qeyd edirəm, biz kəsmə yüksəkliyini tapmaq üçün əgər iki qonşu horizontal verilibsə, elə bizim tərifimizdə də deyirik ki, iki qonşu horizontal arasındakı hündürlük fərqi kəsmə yüksəkliyidir. Bu zaman iki qonşu horizontal arasındakı hündürlük fərqini taparaq biz kəsmə yüksəkliyi neçə metr olduğunu müəyyən edə bilərik. Amma ola bilər ki, əgər qonşu horizontalların hündürlüyü verməyibsə, bir-birindən məsafədə kənarda olan horizontların hündürlüyü verilmişsə, bu zaman həmin horizontların hündürlüyünü bir-birindən çıxaraq arada neçə boşluq, neçə aralıq olduğu yəni baxırıq və həmin aldığımız cavabı o boşluqların aralıqların sayına bölərək tapa bilərik. Bizə horizontlarla bağlı məsələlər verər və məsələnin həllini tələb edər. Tutaq ki, bizə deyir ki, dağın mütləq hündürlüyü və yaxud da təpənin mütləq hündürlüyü tutaq ki, 808 metrdir. Baxın, bu mərkəzdə yazılan horizontalın qiyməti, yəni daha doğrusu mərkəzdə bu nöqtə qoymuşuq və buraya yazdığımız hündürlük dağın mütləq hündürlüyüdür. İndi bizə bilər ki, tutaq ki, kəsmə yüksəkliyi 100 metr olarsa, bu zaman verilmiş A, B, C və D horizontalının hündürlüyünü və dağın nisbi hündürlüyünü tapın. Bu zaman biz hesablamanı necə aparmalıyıq? Biz bayaq da qeyd etdiyimiz kimi, əgər dağdırsa, dağda hündürlük, yəni zirvədən ətəyə doğru aşağı düşməlidir. Düzdürmü?
Və birinci bu A, yəni daxili horizontalı, birinci horizontalı tapmaq üçün kəsmə yüksəkliyinə bölünən və mütləq hündürlüyə yaxın, ondan kiçik ən yaxın ədəd hansıdır? Məsələn, 100-ə bölünən 808-ə yaxın və ondan kiçik ədəd hansıdır? Ona ən yaxın olan ədəd hansıdır? Təbii ki, 800-dür. Ona görə birinci horizontalımızın hündürlüyü 800 metrdir. Digər horizontalın hündürlüyünü də kəsmə yüksəkliyinin hündürlüyü qədər azalda getməliyik. Demək, ikinci B horizontalının hündürlüyü olacaq 700 metr. Üçüncü C horizontalının hündürlüyü olacaq 600 metr. Dördüncü D horizontalının hündürlüyü isə olacaq 500 metr. Və gördüyümüz kimi biz verilmiş horizontalın hündürlüyünü tapan zaman bir daha qeyd edirəm. Mütləq hündürlüyə yaxın kəsmə yüksəkliyinə bölünən ədədi tapırıq. Bir daha qeyd edirəm. 808-ə yaxın və 808-in kiçik olmalıdır. Çünki azalmağa doğru biz edəcəyik. 100-ə bölünən ədəd hansı oldu? 800. Sonra digər horizontalları kəsmə yüksəkliyi qədər azalda gedirik. İkinci horizontal 700, daha sonra 600 və 500. Həmçinin bizdən dağın nisbi hündürlüyünü soruşsa, biz nisbi hündürlüyə necə tərif verirdik? İki nöqtə arasında qalan hündürlük fərqi, düzdürmü? Nisbi hündürlük isə, yadda saxlayaq ki, ən hündür nöqtə neçə metrdir? 808 metr. Ən alçaq nöqtə nə qədər oldu? 500 metr. Və beləliklə tapdıq ki, dağın nisbi hündürlüyü neçə metrmiş? 308 metr təşkil edirmiş. Deyək ki, digər məsələmizdə məsələmizin şərti belədir. Kəsmə yüksəkliyi 50 metrdir. Çökəkliyin ən dərin nöqtəsi -20 metrdir. Baxın, ən dərin nöqtə yenə də bu mərkəzi hissədə nöqtə qoyaraq qeyd olunur. Ən dərin çökəkliyin, üzr istəyirəm, burada xətlər içəri doğru olmalıdır. Çökəklidir deyə burada xətlər içəri doğru olmalıdır. Onu bir dənə düzəldək. Hər nəysə. Burada gördüyümüz kimi xətlər içəri doğru olmalıdır. Yəni çökəklikdir. Kəsmə yüksəkliyimiz 50 metrdir. Yenə də bizə deyir ki, taşı bu A, B, C, D horizontalları olsun. A, B, C, D horizontalının hündürlüyünü və çökəkliyin dərinliyini hesablayın. Yenə də biz baxırıq. Artıq bu çökəklidir deyə kənarlara doğru hündürlük arta-arta getməlidir. Demək, kəsmə yüksəkliyini bizə 50 veribdir. -20-yə yaxın 50-yə bölünən ədəd hansıdır? Amma -20-dən böyük olsun. Təbii ki, 0-dır. Ona görə, çünki 0 istənilən bir ədədə bölünür. Demək, A horizontalının hündürlüyü oldu 0 metr. B horizontalının hündürlüyü olacaq 50, C olacaq 100, D olacaq 150. Düzdürmü? Yenə bir çökəkliyin dərinliyini hesablamaq üçün ən hündür nöqtədən ən alçaq nöqtəni çıxmalıyıq. Beləliklə müəyyən edə bilərik ki, çökəkliyin dərinliyi 170 metr təşkil edəcək. Yəni, bir daha qeyd edirəm, çökəklikdə görürük ki, mərkəzdən kənarlara doğru hündürlüyü artacaqdır. Bu məqamlara diqqət yetirək. Yadda saxlayaq ki, dəniz səviyyəsində hündürlük hər zaman 0 metrdir. Yəni, burada əgər dəniz qeyd edilibsə, biz dəniz ətrafında olan ərazinin hündürlüyünü 0 metr göstərməliyik. Və gördüyümüz kimi dənizdir. Dənizə bir çay tökülür. Dənizin həm şərq sahilində, həm də qərb sahillərində bir dağ təsvir olunur. Yəni, hər biri fərqli dağlar olsun və yaxud da təpəlikləri olsun. İndi biz burada nəyə diqqət yetirək? Yenə də bu verilmiş horizontalları biz hər hansı bir hərflərlə işarələyək. A horizontalı, B horizontalı, C horizontalı və D horizontalı. Həmçinin burada olsun Y, F, G və H horizontalları. Yadda saxlayaq ki, dənizdən eyni məsafədə yerləşən horizontalların hündürlüyü bir-birinə bərabərdir. Yəni, baxın, burada bu dənizdən eyni uzaqlıqda yerləşir. A horizontalı ilə Y horizontalı. Yəni, bu da birinci horizontaldır, bu da birinci horizontaldır. Demək, buradan belə başa düşə bilərik ki, A və Y-nin hündürlüyü bir-birinə bərabərdir. Burada dənizdən digər ikinci məsafədə yerləşən horizontal B horizontalıdır. Digər hissədə də F nöqtəsi ikinci horizontaldır. Demək, biz buradan belə başa düşə bilərik ki, B və F horizontallarının hündürlüyü bir-birinə bərabərdir. Həmçinin, baxın, bu da üçüncü horizontal C, burada isə üçüncü horizontal G. Deməli, C və
C nöqtələrin hündürlüyü bir-birinə bərabərdir. Həmçinin burada D 4-cü horizontal, burada da H 4-cü horizontal. Deməli, D və H horizontallarının hündürlüyü bir-birinə bərabərdir. Tutaq ki, bizə deyə bilər ki, kəsmə yüksəkliyi tutaq ki, 60 metrdirsə, verilmiş horizontların hündürlüyünü tapaq. Yadda saxlayaq, dəniz səviyyəsi 0 metrdir, düzdürmü? Biz dənizdən dağın zirvəsinə doğru gediriksə, artıq hündürlüyü artacaq. Bayaq biz dağın zirvəsindən ətəyə doğru gedirdik. İndi isə ətəkdən zirvəyə doğru gedirik. Ona görə baxın, burada birinci horizontalın hündürlüyü olacaq 60, ikincisi 120, üçüncüsü 180, dördüncüsü isə 240 metr. Düzdürmü? Digər tərəfdə də həmçinin baxın, A birinci horizontalı 60 metr, B ikinci horizontalı 120 metr, C üçüncü horizontalı 180 metr, D dördüncü horizontalı isə 240 metr hündürlükdə yerləşəcəkdir. Həmçinin biz ərazinin meylliyinin tapılması düsturu ilə də sizinlə tanış olaq. Yadda saxlayaq ki, ərazinin meylliyini faizlə tapmaq üçün yadda saxlayaq ki, məntəqələr arasındakı yüksəklik fərqin, yazıram qısaca, məntəqələr arasında yüksəklik fərqin böləcəyik məntəqələr arasında məsafəyə və vuracağıq 100%. Yadda saxlayaq. Bu cür tapacağıq. Ərazinin meyliliyini promilli ilə göstərmək üçün isə ərazinin meyliliyi promilli. Bilir ki, faiz ədədin 100%1 hissəsidir, promilli isə 1000%1 hissəsidir. Yenə də məntəqələr arasındakı yüksəklik fərqi bölünsün məntəqələr arasındakı məsafə vurulsun 1000 promilli. Yəni burada fərq nədir? Faizlə tapanda 100%-ə vuracağıq, promillə tapanda 1000 promilliyə vuracaq və beləliklə ərazinin meylini tapacaq. Bir daha qeyd edirək, biz ərazinin meylini tapmaq üçün məntəqələr arasındakı yüksəklik fərqini məntəqələr arasındakı məsafə fərqinə bölüb 100-ə vurmaq lazımdır. Promil ilə tapmaq üçün isə məntəqələr arasındakı yüksəklik fərqini məntəqələr arasındakı məsafəyə bölüb 1000 promilliyə vurmaq lazımdır. Dim test toplusundan bəzi sualların izahına baxaq. 57-ci sualda bizə deyir ki, kəsmə yüksəkliyi 10 metr olarsa, baxın, kəsmə yüksəkliyi 10 metr olarsa, sxemdə təsvir olunmuş təpənin ətəyi ilə zirvəsi arasındakı hündürlük fərqini tapın. Biz bayaq qeyd etdik. Birinci daxili horizontalı necə tapırıq? Kəsmə yüksəkliyinə bölünən mütləq hündürlükdən kiçik və ona yaxın ən yaxın ədəd hansıdır? 213-dən kiçik və ona yaxın, yəni ona bölünən ədəd hansıdır? 213-dən kiçik və ona bölünən ədəd. İlk ədəd hansıdır? 200. Düzdürmü? Demək, birinci horizontal 200, ikinci horizontal azaltdıq, 10 azaldırıq 190, növbətisi 180, digəri isə 170 olacaqdır. Buradan biz yenə də bayaq qeyd etdik. Mütləq nisbi hündürlüyü tapanda, yəni təpə ilə ətəyin arasındakı hündürlük fərqini tapanda 213-dən 170-i çıxaraq 43 metr olduğunu tapa bilərik. Növbəti sualda bizə qeyd edir ki, A və B nöqtələri arasındakı nisbi hündürlüyü təyin edin. Baxın, biz ilk öncə A və B arasındakı hündürlük fərqini tapmaq üçün kəsmə yüksəkliyini müəyyən etməliyik. Kəsmə yüksəkliyi ikinci horizontalın hündürlüyünü verib 350, sonuncu horizontalın hündürlüyünü isə verib, yəni 5-ci horizontalın hündürlüyünü isə verib 200 metr. Biz ilk öncə bunlar arasındakı hündürlük fərqini tapmalıyıq. Bayaq qeyd etdiyimiz kimi, kəsmə yüksəkliyini tapan zaman qonşu horizontal əgər D isə arasındakı boşluqların sayına bölmək lazımdır. Neçə boşluq var? 1, 2 və 3. Böləcəyik 3-ə. Demək, biz müəyyən eləyəcəyik kəsmə yüksəkliyi neçə metrmiş? 50 metr. Deməli, A nöqtəsi 50 metr daha hündürdə yerləşəcək, yəni 400 metr olacaqdır. İndi biz buradan tapdıq. A-nın hündürlüyü 400 metr.
Kəsmə yüksəkliğində tapmışdıq 50 metr. B nöqtəsinin hündürlüyü isə 200 metr. Bunlar arasındakı fərq əlbəttə ki, edəcək 200 metr. Növbəti suala baxaq. Deyir ki, sxemdə horizontal 65-ci suala baxırıq. Sxemdə horizontlarla təsvir olunmuş relyef forması üçün səciyyəvi olmayan cəhəti müəyyən edin. Görürük ki, burada berg ştrixlər çölə, kənara doğru çəkilib, düzdürmü? Demək, biz burada görə bilərik ki, səth suları mərkəzdən kənara doğru axır. Ona görə də bu çökəklik yox, dağlıq ərazidir. Ona görə birincidə çökəklik yazılıb, bunu götürürük. Çünki bizə doğru olmayan variant istəyir. Biri seçək. İkinci əsas, əlbəttə ki, dağlıq ərazi bu doğru fikirdir. Kəsmə yüksəkliyi 100 metrdir. Bəli, iki qonşu horizontal verilib. Biri 200, biri 100. Arasındakı fərq 100 metrdir təbii ki. A nöqtəsi B nöqtəsindən yüksəkdə yerləşir. Biz bilirik ki, dağlarda kənara doğru gəldikcə hündürlük aşağı düşür. Yəni A-nın hündürlüyü 0 metr, B-nin hündürlüyü isə 100 metrdir. Ona görə də A nöqtəsi B nöqtəsindən yüksəkdə ola bilməz. Dördüncü variantı da seçirik. Şimal yamacı az meyillidir. Biz diqqət yetirsək, əksinə şimal yamaz daha çox meyillidir. Çünki biz demişdik ki, harada horizontlar daha sıx çəkilmişsə, demək həmin o horizontların sıx çəkildiyi ərazilər daha meyilli olan ərazilərdir. Və buradakı biz cənub hissəyə və yaxud da şərq hissəyə baxsaq, daha doğrusu qərb hissəyə baxsaq, görərik ki, burada horizontal arasındakı məsafə daha çoxdur. Ona görə şimal hissədə horizontlar arasındakı məsafə daha az olduğu üçün, horizontlar daha sıx çəkildiyi üçün, deməli, ən meyilli hissə elə şimaldır. Amma burada ən az meyilli yazıb deyə 5-i seçirik, yanlışdır. Səth suları mərkəzdən kənara doğru axır. Bəli, gördüyümüz kimi mərkəzdən kənara doğru hərəkət edirlər. Ona görə sualımızın düzgün cavabı 1, 4 və 5 olacaqdır. 66-cı sualda bizə qeyd edir ki, sxemdəki təpənin nisbi hündürlüyünü, yox, daha doğrusu üzr istəyirəm, relyef formasını və xarici horizontalın mütləq hündürlüyünü müəyyən edin. Biz bura diqqət yetirsək, görə bilərik ki, 66-cı sualda deməli, berg ştrixlər daxilə doğru çəkilir, düzdürmü? Biz demişdik ki, əgər daxilə doğru çəkilmişsə, demək çökəklikdir. Bunu tapdıq, çökəklik. Kəsmə yüksəkliyi 20 metrdir. Kəsmə yüksəkliyi 20 metrdir və çökəklikdir. Biz bilirik ki, çökəklikdə mərkəzdən kənarlara doğru hündürlük artmalıdır. Və kəsmə yüksəkliyinə yaxın, yəni 275-ə yaxın, ondan böyük 20-yə bölünəndə hansıdır? Təbii ki, 280. Demək, 280 metr, 300 metr və 320 metr. Xarici horizontal da təbii ki, 320 metrdir. Xarici horizontal qeyd etdiyimiz kimi ən sonuncu horizontaldır. Bax, bu tutaq ki, C horizontalı olsun. C horizontalı, bu olsa B, bu olsa A. Biz bilirik ki, C horizontalı xarici, A horizontalı isə daxili horizontaldır. Növbəti 74-cü sualımıza baxaq. Deyir ki, sxemə əsasən A nöqtəsinin qonşu horizontlarına mütləq hündürlüyünü müəyyən edin. Aha. Biz A nöqtəsinin qonşu horizontlarının hündürlüyünü müəyyən etmək üçün ilk öncə kəsmə yüksəkliyini müəyyən etməliyik. Biz bilirik ki, dəniz səviyyəsində bayaqda qeyd etdiyi hündürlük neçə metr olur həmişə? 0 metr. Və növbəti ən yüksək horizontalın, yəni daxili horizontalın hündürlüyü isə 75 metr verib. Biz buradan 75 çıxılsın 0, yəni iki məntəqə arasındakı hündürlük fərqin aradakı boşluqların sayına bölür. Neçə boşluq var? 1 boşluq, 2 boşluq, 3 boşluq. 3-ə bölsəm, görə bilərəm ki, kəsmə yüksəkliyi 25 metrdir. Demək, dəniz səviyyəsi 0-dırsa, birinci horizontal burada 25, ikinci horizontal 50, üçüncü horizontal 75, dördüncü horizontal 100 və 5-ci horizontal 125 metr olacaqdır. Demək, A 100 və 125 metr arasında yerləşir. 86-cı sualda maraqlı bir sualdır. Qeyd edir ki, bizə A və B məntəqələrində dayanmış müşahidəçilər bir-birini görürlərmi? Aha. Deməli, yəni burada biz hansı bir məsələyə diqqət yetirək? Birinci, bu görürük ki, berg ştrixlər çölədir, bu dağdır və yaxud da təpədir. A və B dağın, təpənin ətəyində yerləşən nöqtələrdir. Biz bilirik ki, əgər məsələn, eyni horizontal üzərində biz nə qədər nöqtə qeyd etsək, yadda saxlayaq ki, onlar
hamısının hündürlüyü bir-birinə bərabərdir. Məsələn, mən horizontalın üzərinə AB verilmişdi. Özümdən C və D nöqtələrini də əlavə etdim. Yəni, bunlar hamısı eyni horizontal üzərində yerləşdikləri üçün hündürlükləri də bir-birinə bərabərdir. Yəni, mütləq hündürlükləri bir-birinə bərabərdir. Amma burada gəlin bir məsələyə diqqət yetirək. Mütləq hündürlüyü bir-birinə bərabərdirsə, bu demək deyil ki, müşahidəçilər bir-birini görür. Nə zaman görə bilərlər? Əgər onlar eyni yamacda, yəni ətəyin eyni yamacında yerləşirlərsə, və yaxud da dağın eyni yamacında və yaxud da ətəyində yerləşirlərsə, o zaman onlar bir-birini görə bilər. Amma biz diqqət yetirsək, A ilə B dağın müxtəlif ətəyində yerləşir. Diqqət yetirin, müxtəlif ətəklərdir. Ona görə A ilə B bir-birini görə bilməz. Məsələn, hansı nöqtələr bir-birini görə bilər? B ilə C eyni ətəkdə olduğu üçün bir-birini görə bilər. A ilə D eyni ətəkdə olduğu üçün bir-birini görə bilər. Amma A və B müxtəlif ətəklərdə yerləşdiyi üçün, yəni dağın ətəyinin müxtəlif hissələrində yerləşdiyi üçün bir-birini görə bilməzlər. Daha sonra biz 141-ci sualımıza baxa bilərik. 141-ci sualda bizə deyir ki, horizontlarla təsvir edilmiş dağın ətəyindən keçən horizontalın dəniz səviyyəsində olduğunu. Deməli, ətəkdə yerləşən horizontal bax sonuncu xarici horizontaldır. Dəniz səviyyəsidirsə demək 0 metrdir. Yadda saxlayaq ki, dəniz səviyyəsi həmişə 0 metrdir. Deyir, yerləşdiyini nəzərə alaraq K nöqtəsi ilə zirvə arasındakı hündürlük fərqini tapın. Aha. Biz yenə də burada bizə mütləq kəsmə üstəçiliyi lazımdır. Kəsmə üstəçiliyini tapmaq üçün baxın 4-cü horizontalın hündürlüyünü verir, daha doğrusu 3-cü horizontalın hündürlüyünü verir 1200 metr və sonuncu horizontal isə 0 metr. Bunlar arasındakı hündürlük fərqini taparam. Və deyirdik, qonşu horizontal deyilsə nə edirik? Bölürük boşluqların sayına. Neçə boşluq var? 1, 2 və 3. Demək, biz buradan müəyyən etdik ki, kəsmə üstəçiliyi 400 metrdir. 0, 400, 800, 1200. Deməli, K da 400 metr daha hündürdə, yəni 1600 metr hündürlükdə yerləşəcəkdir. Dağın zirvəsi 2115 metr hündürlükdədir. Ən hündür nöqtədir zirvə. Və ondan təbii ki, biz 1600-ü çıxaraq tapa bilərik ki, demək 515 metr arada hündürlük fərqi var.